Her bir Azərbaycanlı Müslüman bu bayramı qeyd edir. Kimi evində, kimi qonşusuyla, kimi qohum-əqrabasıyla. Amma eyni zamanda şəhərlərdə, rayonlarda, kəndlərdə, qəsəbələrdə ictimai cəmiyyətlər, təşkilatlar, xeyriyyətçilik göstərən cəmiyyətlər, təşkilatlar bu bayramın geniş qeyd edilməsi üçün fəaliyyət göstərirlər. Ehsanlar verilir, şəhidlərin ruhuna dua oxunur. Bizim milli, dini ənənələrimiz beləliklə bu günlərdə cəmiyyətdə, qəlbimizdə öz yerini tutur və güman edirəm ki, bu da ən müsbət hallardan biridir. Sizi Ramazan bayramı münasibətilə təbrik edirəm. Hər birinizə can sağlığı, xoşbaxtlıq arzu edirəm. Hər birinizə işlərinizdə, fəaliyyətinizdə uğurlar diləyirəm. Sağ olun, bayramınız mübarək olsun.